Herkese salam. Bir daha hoş gördük yeniden sizi. Bu videonu gənc valideynlər üçün çəkirəm. Gənc olmasa da ola bilsin ki, övladları artıq böyüyüb və yaxud da böyümək üzrədir və yaxud da ola bilsin ki, hələ valideyn olmayıblar, bu barədə düşünürlər və yaxud da ki, valideyn olmaqla bağlı qorxuları var. Ümid edirəm ki, hər kateqoriya, belə deyək, nə cürsə faydalı ola bilər. Mənim hələ ki mikrofonla dostlaşmağım baş tutmayıb. Bəzən mikrofonu işlədirəm, ancaq sonra çəkiliş gedəndən sonra görürəm ki, əslində səsim gəlməyibmiş. Ancaq yenidən də çəkə bilmirəm, çünki bu videonu o vaxt çəkirəm ki, o vaxt Leo yatır. Leo mənim körpə oğlumdur, hardasa 2 yaşı hələ olmayıb. O zaman mövzuya keçək. Niyə görə bu mövzuda danışmaq istədim? Çünki bununla çox tez-tez rastlaşıram. Öz təcrübəmdə də görürəm bunu və düşünürəm ki, bu sizə nə cürsə dəstək olacaq. Çox vaxt valideynlər bir tələ var ki, ora çox tez-tez düşür. Bu tələ ondan ibarətdir ki, əslində biz valideyn olanda və yaxud da valideyn olmağa hazırlaşanda bir daha bizim uşaqlıq travmalarımız tətiklənməyə başlayır. Çünki valideyn uşaq mövzusu aktuallaşmağa başlayır və artıq özümüz valideyn olmağa hazırlaşanda və yaxud da olanda yenidən həmən hisslər nə cürsə tətiklənir. Bunu özünüzdə də görə bilərsiniz, hiss edə bilərsiniz. Və nə baş verir? Uşağa valideyn öz travması üzərindən baxmağa başlayır. Məsəl üçün, əgər onu uşaqlıqda kiməsə veriblərsə, kiməsə qoyub gediblərsə, yəni yalnız buraxıblarsa, belə deyək, o valideyn çox təşvişli şəkildə uşaqdan bir saat da olsun belə aralanmamağa çalışır. Hər şeyi, belə deyək də, rusların bir sözü var, 100% включен olmaq, yəni tamamilə uşağı özünə həsr edir ki, ay aman ayda o uşağa o travmanı yaşatmasın. Və yaxud da ola bilsin ki, uşaqlıqda imkansızlıqdan əziyyət çəkib, hansısa oyuncağı və yaxud da nəyisə istəyib və ona almayıblar, imkanları olmayıb. Uşaq olandan sonra hədsiz şəkildə uşağa, belə deyək də, həmən o şeylərlə təmin eləməyə çalışır. Və yaxud da şiddət göstərilibsə uşağa çox təşvişli şəkildə çalışır ki, uşağı qorusun və bununla rastlaşılmasın. Və s. və ilaxır. Məsəl üçün, mən belə bir hekayənin şahidi olmuşdum. Əslində, hekayənin şahidi daim oluram, işimlə bağlı olaraq. Bu yaxınlarda, məsəl üçün, belə bir hekayə eşitdim ki, mənim sesiyamda olan bir şey deyil, ona görə də bunu rahat danışa bilirəm. Bir xanım bizim elə qonşuluğumuzda hardasa artıq 70-ə yaxın yaşı var. Deyirdi ki, uşağını elə böyüdüb ki, uşaq ancaq onun nəzarət altında, ancaq onun, belə deyək də, gözündən gedər özündən və o dərəcədə deyir ki, hətta deyir ki, video yazılar var, kasetlər var, baxsaq, mən daima öz uşağımın adını çəkirəm ki, hardadır, liş onu görüm, yəni gözümdən qırağa getməsin. Və biz elə o söhbət edəndə aydın oldu ki, həmən qadının anası o uşaq olanda gözləri yaxşı görməyib, xəstə olub. Yəni xəstə olduğuna görə ona baxa bilməyib, ona nəzarət edə bilməyib. Çox güman ki, bu qadında çox böyük bir dərin iz buraxıb. Görülmə istəyi, anasının nəzarətində olma istəyi və bunu təşvişli şəkildə öz uşağına yansıdı. Və uşağın yetişkin vaxtda indi ona baxanda uşağı o qədər nəzarətindən qırağa buraxmayıb ki, uşaq sosiallaşa bilməyib. Yetişkin yaşda belə özünə qapanıdır, insanlarla ünsiyyətdən qaçır, insanlara açıq deyil, cəhd etməyə, nəyisə yoxlamağa, harasa getməyə açıq deyil. Daima belə qapanıq şəkildə evdədir və bunu müşahidə etməkdə olur. Ona görə də biz çox, yəni özünüzdən də götürsəz, belə müşahidə də etsəz, baxa bilərsiniz ki, hansı insanın harda, nə ilə bağlı travması varsa uşaqlıqda, nəyə defisiti daha çox dərin olubsa, onu öz uşağına yaşatmamağa çalışır. Ancaq məsələ də burasındadır ki,
Nə siz sizin valideyniniz deyilsiniz, nə şərait həmən şərait deyil, nə həmin uşağın anası həmən ana deyil, nə atası həmən ata deyil. Bəzən yaşadığı ölkə belə həmən ölkə deyil də. Ancaq təəssüf ki, psixika bax beləcə reallığı təhrif edə bilər. Ümumiyyətlə psixikada travma olanda o reallığı çox təhrif eləyir. O belə bir pərdə yaradır gözdə ki, insan öz travması üzərindən hadisələrə baxmağa başlayır və ona reallığı test eləmək çətin olur və avtomatik olaraq öz hissləri üzərindən, öz keçirdiyi o ağrılı hisslər üzərindən belə deyək də baxmağa başlayır və o reaksiyanı verir. Hərçənd ki, biraz pauza versək, biraz sakinləşsək, dərindən nəfəs alsaq və baxsaq, belə deyək də o reallığı test eləsək, görərik ki, əslində heç də o qorxulu şeylər baş vermir. Heç də həmən hadisə deyil və uşaq da həmən uşaq deyil. Uşağın temperamenti də fərqlidir, yaşadığı ortam da fərqlidir. Ona görə də istərdim bu cəhətdən diqqət edəsiniz ki, bu tələyə tez-tez düşməyəsiniz. Çünki bu tələ çox geniş yayılmışdı. Hətta mən özüm psixoloqam, mən özüm bu qədər fərqindəliyə baxmayaraq, mən özüm də bəzən özümü o tələdə görə bilirəm və tez özümü oradan belə deyək də çıxardıram. İkinci toxunmaq istədiyim məsələ o idi ki, İndi əsasən də sosial şəbəkənin bu qədər boom elədiyi vaxtda, psixologiyanın bu qədər populyarlaşdığı vaxtda biz Instagramı açıb çoxlu məlumatlar görə bilirik. Özümüzlə bağlı fərqindəliklər yarana bilər və yaxud da uşaqların inkişafı ilə bağlı nə cür davranmaq lazımdır və s. və ilaxır. Ancaq bu lazımlar o qədər çoxdur ki, lazımdır və valideynlərdə çox təşviş görürəm. Hədsiz şəkildə təşviş var ki, ay aman ayda uşağa travma yaşatmayım. Bu olmalıdır, o olmalıdır. Ay bunu eləsək düz olar, ay bunu eləməsək düz olmaz. Ay uşağa nə cürsə təsir olar və bu hədsiz təşviş valideynləri yanmaya gətirir, çıxardır. Valideynlərdə belə deyək də artıq hədsiz şəkildə belə olur, o biraz obrazlı şəkildə biraz düzgün çıxmasa da, amma ona oxşadıram mən. O siçan dairənin içinə girir və oradan çıxa bilmir, qaça bir çıxış yolu olmayan kimi. Bax, bu dərəcədə təşvişli şəkildə hər şeyi düzgün etməklə məşğuldurlar. Hətta mənə sual da gələndə mən çox vaxt, düzdür, mən uşaq psixoloqu deyiləm, ancaq valideynlərin təşvişi ilə işləyirəm, yetişkin insanlarla işləyirəm və çox vaxt onların suallarında, onların hadisəyə baxışında bunu görmək olur ki, nə dərəcədə təşvişli şəkildə uşağa travma yaşatmamaq naminə çalışırlar. Əslində bu bir tərəfdən çox təqdirə layiqdir ki, valideyn öz uşağına belə deyək də gələcəyini düşünür, məsuliyyətini dərk edir ki, hə onun böyük bir rolu var uşağının inkişafında. Ancaq mən burada biraz ayaq saxlayıb sizi xəyal qırıqlığına uğratmaq istəyirəm. Məsələ burasındadır ki, siz nə qədər düzgün olsanız da, nə qədər hər şeyi düz eləsəz də, nə qədər şərait yaratsanız da, uşağınız öz travmasını alacaq. Bir daha deyirəm, uşağınız öz travmasını alacaq. Yəni, siz onu hər şeydən qoruya bilməyəcəksiniz. Hər təhlükədən qoruya bilməyəcəksiniz. Ona görə də bu nevrotik şəkildə travma yaratmama belə deyək də istəyinizi bu bir növ istəyərdim xəyal qırıqlığına uğradım. Siz yetərincə yaxşı valideyn ola bilərsiniz. Siz öz üzərinizə düşəni edə bilərsiniz. Ancaq o ideallıq ideyası çox vaxt məhz bu travması olan insanlarda bu çox vaxt olur. Erkən travmatizasiyası belə deyək də olan insanlar ki, hansı ki dünyanı ideal görür, insanlar ideal görür, gördükləri şeyi ideal eləməyə çalışırlar. Ya idealdır, ya da ümumiyyətlə heç yoxdur. Əsasən də bu insanları xəyal qırıqlığına uğrada bilər bu fikir ki, siz heç vaxt ideal ola bilməyəcəksiniz. Heç vaxt ideal uşaq böyüdə bilməyəcəksiniz. Ancaq yetərincə yaxşı ola bilərsiniz. Ona görə də bu ideallıq illüziyasından sağollaşa bilərsiniz. İkinci isə ümumiyyətlə uşaqda travma yaratmaq üçün çox çalışmaq lazımdır. Yəni psixikada, yəni zəif deyil, psixikada zərif deyil. Onun
travmanın yaranması üçün, dərin olması üçün bu olunan şeylərin daima təkrarlanması lazımdır. Yəni uzun müddət təkrarlanması lazımdır. Niyə görə bəzən sessiyalarda dərin travmalar görülür? Çünki dərinə getsək baxsaq, uşağın böyüdüyü mühitdə daima həmən hadisələrdən rastlaşdığı görünür. Məsəl üçün, daima dəyərsizləşdirmə. Yəni ona bir dəfə dəyərsizləşdirmə olmayıb, ona daima dəyərsizləşdirmə olunub. Əsasən də böyüdüyü periodda və yaxud da daima onunla ilgilənməyiblər və yaxud da yəni daima nəyi nəzərdə tuturam? Uzun müddətli şəkildə psixika buna məruz qalıb və ona görə də onda dərin iz buraxıb. Yoxsa siz bir dəfə ona acı söz dediniz, ya da bir dəfə əsəbləşdiniz, nəsə səsinizi qaldırdınız və yaxud da bir dəfə nə bilim 1 saatlıq, 2 saatlıq nənəsinə qoydunuz və yaxud da bir həftəlik qoydunuz, getdiniz, gəldiniz. Yəni bundan olmur. Bu uzun müddətli olanda baş verir bundan. Ona görə də istərdim bu illüziyanı da sizdən götürüm ki, siz düşünməyin ki, siz bir dəfə çığırmaqla uşaqda böyük bir travma yaratdınız. Sonra isə nəyi demək istəyərdim? Burada sizə dəstək üçün onu demək istəyərdim ki, ən ilkin olaraq diqqət göstərilməsi gərəkən şəxs siz özünüzsünüz. Əgər uşağa travma yaratmamaq istəyirsinizsə, əgər həqiqətən də uşağınızı çox istəyirsinizsə, həqiqətən uşağınıza hər şeyin yaxşısını vermək istəyirsinizsə, birinci o şeyi özünüzə verin. Bir daha deyirəm, birinci özünüzə verin. Niyə? Mən çox vaxt düşünürəm bu samolyotda olanda, həmişə deyirlər maskanı birinci özünə, sonra uşağa. Həmişə bu məni düşündürürdü. Mən bunu uşaq böyüdəndə olan perioda da aid edə bilərəm. Valideyn uşaq üçün söykənə biləcəyi fiqurdur. Valideyn uşaq üçün təhlükəsizlik hissi yaradan fiqurdur. Onun emosiyalarını kontinuitet edən fiqurdur və valideynin resursda olması ilk öncə daha önəmlidir, nəinki uşağına nəsə etməsi. Əgər sizə çox yorğunsunuzsa, emosional yanmısınızsa və siz hələ də təkidlə uşağı, yenə deyim ki, məsələ qoymamağa təkid edirsinizsə və yaxud da ay aman ayda nəsə əksik olmasın deyə çalışırsınızsa, bu uşağınıza xeyir yox, bu uşağınıza zərərdir. Əgər siz dincəlsəz, o 1 saatı dincəlsəz və yenidən gəlsəz uşağa, bu daha ona xeyirlidir, nəinki onu qoymayım, travma yaratmayım düşüncəsi. Əgər otaqda deyir 2 nəfər əsəbidirsə, o uşağınız və yaxud da siz ikiniz də emosional gərginsinizsə, ilk öncə özünüzü sakinləşdirin. Özünüzü sakinləşdirin ki, uşağı da sakinləşdirə biləsiniz. Çünki uşaq bilmir nə etmək lazımdır. Onu siz öyrədirsiniz. Uşaq bilmir necə də. Mən körpə uşaqlardan danışıram təbii ki. Çünki uzun-uzadı danışsaq uzun qalacağıq burada. O bilmir. Onu göstərən, ona o sakinliyi verən sizsiniz. Sakinliyi vermək üçün də sizin özünüzdə sakinlik olmalıdır. Ona görə də ilk öncə mən təklif edərdim ki, özünüzə dönəsiz, özünüzü sakinləşdirəsiz, özünüz dincələsiz, özünüz xoşbəxt olasınız ki, uşağa da nə cürsə bunu verə biləsiniz. Amma bəzən bunu niyə görə eləmək olmur? Bir kateqoriya insan ona görə edə bilmir ki, o valideyn olanda gənc valideynlər çox həssas olur, aslı olur. Çünki uşaq çox tələb eləyir ilkin vaxtlarda və çox böyük bir prisustvo, ruslar deyir də, tələb edir insandan və həmən periodda da valideyn həssas olur. Həmən vaxtda isə ehtiyacı olur başqalarına, ətrafında əsasən də yaxınlarına və yaxud da yoldaşına. Amma əgər həmən valideynin ehtiyacı olmaqla bağlı travması varsa, nə vaxtsa uşaq vaxtı ehtiyacı olanda ona istədiyi tələbatlarını belə deyək də ödənilməyibsə, o belə bir qərar verib, kiməsə ehtiyacı olmaz və həmən perioda düşəndə o onu ağrılı qarşılayır. Hər şeyi yenə də öz üzərinə götürür, heç kimdən kömək istəməməyə çalışır və uşağını da heç kimə verməməyə çalışır və beləcə yanma yaşaya bilər.
Ona görə də yenə də bu səbəbdən özünə dönmək, özünün o kiməsə ehtiyacı olma hissi ilə üzləşmək ki, kiməsə ehtiyacı olma hissi pis bir şey deyil. Yəni sizin uşaq deyilsiniz, siz artıq yetişkinsiniz. Qarşınızdakı insanlar da yetişkindir. Yetər ki, siz onu istəyəsiniz. Əgər siz onu istəsəz, istəyə bilsəz, onu sizə verən insanlar mütləq ki, ətrafınızda olacaq. Bu sizin yaxınlarınız, bu sizin yoldaşınız. Əgər ehtiyacınız varsa, o köməyi istəyin ki, siz də resurslana biləsiniz və onu uşağınıza verə biləsiniz. Çünki bu çox vaxtda rədd edilmə travmasından da ola bilər də. Əgər mən istəsəm, mənə rədd edəcəklər. Təbii ki, qarantiya vermir ki, əgər siz kiməsə ehtiyacınız olduğunu desəz, kimdənsə nəyisə istəsəz, mütləq hamı sizə 100% hə deyəcək. Amma mütləq ki, hə deyən insanlar da olacaq. Əgər yox da desəm, bu sizə yox deyil, məhz həmən anda, həmən şəraitdə ola bilsin ki, həmən insanın imkanı yoxdur və yaxud da vaxtı yoxdur, həmən vaxtda. Amma bu o demək deyil ki, ümumiyyətlə bu belədir. Yəni istərdim ki, buna da diqqət edəsiniz. Və sonda nə demək istərdim? Özünüzə yenə də baxın, yəni valideyn olaraq. Öz təşvişinizlə işləyin. Siz necə reaksiya göstərirsiniz? Siz uşaq hansı reaksiya göstərəndə siz hansı travmanıza düşürsünüz? Öz fərqindəlik insanı belə deyək də sağalda bilər ancaq. Bu yolda sizə kömək ola bilər. İdeal olmağa gərək yoxdur. Bu həyatdır. Səhv eləyəcəksiniz, düz eləyəcəksiniz, əsəbləşəcəksiniz də və mütləq ki, Montessori sistemi ilə etməyə ehtiyac yoxdur hər şeyi. İnsana, uşaqlara ideal yox, kitab üzərindən yox, canlı həyat lazımdır. Canlı, elə bizim özümüzə də. Yəni ideal olmaq ehtiyac yoxdur, bizə canlı olmağa ehtiyac var. Yetər ki, biz özümüzün fərqində olaq. Çünki biz əgər özümüzün fərqində olsaq, biz münasibətlərimizi də sağlam apara biləcəyik, biz uşağı da sağlam böyüdə biləcəyik ideal olmadan. Və qarşımıza çıxan şeyləri də istər emosional durumlar, çünki uşağın da etapları var da. Birinci fiziki yaxınlıq istəyir, sonra emosiyalarını gərək daima kontinuitet eləyəsən, sonra bunun yeniyetmə dövrü gəlir. Yenə də bizə resurslu olmaq lazım gəlir. Yenə də özümüzü resursda saxlamaq lazım gəlir. Əgər ehtiyacınız varsa dincəlməyə, kimdənsə xahiş edin, dincəlin. Əgər ehtiyacınız varsa özünüzə nə cürsə vaxt ayırmağa, bunu mütləq edin. Birinci maskanı özünüzə taxın, sonra isə uşağa. Uşağa ideal valideyn lazım deyil. Uşağa xoşbəxt valideyn lazımdır. Xoşbəxt valideyni görərək uşaq onun yanında xoşbəxt olmağı öyrənir. Mənə elə gəlir ki, bugünlük bu qədər. Əgər sizə maraqlıdırsa bu mövzu, ümumiyyətlə uşaq olandan sonra münasibətlərdə nə baş verir bu mövzu ilə də bağlı əlavə video çəkə bilərəm. Hələlik isə hələlik.